15 iyun 1993-cü il xalqın siyasi iradəsinin təntənəsi və ümumilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xilaskarlıq missiyasını yerinə yetirdiyi gündür. Milli Qurtuluş günü ilə bağlı Qazaxda şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılan gün başlıqlı tədbirdə bu fikirlər səsləndirilib. Bildirilib ki, dövlətçilik tarixində elə günlər var ki, onlar bir xalqın yalnız taleyini deyil, həm də gələcək nəsillərin yaşam fəlsəfəsini müəyyən edir. Məhz belə tarixi hadisələrdən biri də 15 iyun Milli Qurtuluş günüdür. Tədbirin sonunda məktəblərin təqdimatında şeirlər səsləndirilib. 1993-cü il 15 iyunda Heydər Əliyev Ali Sovetin sədri seçildi və bu riskli, bu çətin vəziyyətə baxmayaraq xalqın qurtuluşunu öz üzərinə götürdü. O missiyanı öz üzərinə götürdü və xalq da ümumilli liderin ətrafında dəstək oldu, birlik oldu və Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsindən qurtardı. Milli Qurtuluş günü Azərbaycan xalqının birlik və həmrəyliyinin təntənəsidir. Məhz ümumilli lider Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti 20-ci əsrin o xaosundan, daxili çəkişmələrindən, qardaş qırğınlarından, qarşı durmalarından qurtularaq bugünkü müstəqil, suveren və dünya miqyasında tanınan bir Azərbaycana çevrildi.